Nə tərsiz? Bu günləri sizə səhər atdığım videoda bir dənə Dacia Logan var idi. Ağ adlı bir dənə dostumdan aldım. Həmin o Dacia Logan'ı qurtardım. Bir qardaş var idi ki, qara ilə aşağı bas və dönmə şeyini 50 ilə. Dönmə rolun döndürmə hissiyatını 50 ilə. Mən onun dediyinə uydum. Biraz da özümdən bir şey eləyərək və konteynerimizdə biraz qırağa apararaq maşınımızı qurtardım. Siz yavaşdan maşın çəkək. Maşını çəkələdim, onsuz da ralli modu, bir də var normal mod. Bir dənə maşınımızı çıxaraq, çətirək qırağı. Hə, deməli maşınımız. Maşınımıza gəldikdə. Maşınımızda qəşəng bir dənə Porsche logosu. Yəni o qədər yaxşı deyil, amma Dacia Logan, amma Porsche logosu kimi eləmişik. Sonra maşınımızda biraz dona bilər, ona fikir verməyin. Qabağa da logo var, təbii ki. Logan o qədər yaxşı eləyə bilmirəm Porsche logosu, ona görə ona fikir verməyin. Ay, dəqiqə, nə oldu ya buna? Hə, qaldı. Deməli, qala bir dənə qəşəng pərdə. Buranı fikir verməyin buraya. Onu düzəldəyim. Elə bir xəta olubsa onu düzəldəyim, narahat olmayın. Deməli, pərdəsi qəşəngdir, pərdə elədiyim. Üstündə coin badiklər var, bir dənə bu var. Siz verəndə elə coinli badiklərlə verə bilərəm, amma logosu teyi, ona görə bu video verə bilərəm. Yəni, fərqi yoxdur. İstəyən olsa coinlə badiklərlə verim, istəyən varsa belə verir. Deməli, şüşələrimiz yarım açıqdır bir tərəfi. Bir tərəfi də ki, geçirir konteynerin içinə. Hə, bir tərəfi də ki, belə yardan biraz artıq açıqdır. Nəysə dostlar, bu bölümümüz bu qədər. Dacia Logan'ımızdakı 1 manatı satışdadır. İstəyən yazsın. Sağ olun, videomuz bu qədər.